Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Oktyabrın 2-də Kopenhagendə Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü baş tutub. Görüş zamanı Ukrayna lideri Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibəti ilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Təbriklərə görə minnətdarlığını bildirən prezident İlham Əliyev regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb. Görüşdə həmçinin Azərbaycanın Ukraynaya humanitar dəstəyi, eyni zamanda iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ermənistan parlamenti bugün Ermənistan və Azərbaycan arasında sülhün qurulması haqqında bəyanat layihəsini qəbul edib. Ermənistan mediasının yaydığı məlumata görə sənəd 64 deputatın lehinə iki bitərəf səslə təsdiqlənib. Müxalifət isə iclas zamanı 20 dəqiqəlik fasilə tələb edib. Lakin onlar bəyanatın mətni ilə bağlı təkliflərini təqdim etmək istəsələr də fasilə zamanı bütünlüklə zalı tərk ediblər. Hakim Vətəndaş Müqaviləsi fraksiyası tərəfindən hazırlanmış bəyanatda bu ilin avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sazişlərin əsas tezisləri şərh olunur. Sənəddə Ermənistan parlamenti baş nazir Nikol Paşinyanın Azərbaycan və ABŞ prezidentləri ilə görüşündə imzaladığı birgə bəyanatı dəstəklənir. Eyni zamanda vurğulanır ki, Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması qarşılıqlı şəkildə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həyata keçirilməlidir. Sosial şəbəkələrdə cəmiyyətə qarşı mənəvi dəyərlərə uyğun olmayan, qeyri-etik paylaşımlar edən şəxslərlə bağlı tədbirlər davam etdirilir. Keçirilən növbəti əməliyyat nəticəsində 1992-ci il təvəllüdlü Eliş ləqəbli Elsəvər Nəbiyev dəniz kənarı Milli Parkda çəkiliş apararkən saxlanılıb. Əxlaqsızlığı təbliğ edən tiktokerə Səbail rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbs cəzası verilib. Qeyd edək ki, Elsəvər Nəbiyev daha əvvəl də oxşar əməllərə görə həbs olunub. Türkiyənin qərbində güclü zəlzələ baş verib. Bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə zəlzələ 5 bal gücündə Tekirdağ şəhərindən 39 km cənub-şərqdə qeydə alınıb. Türkiyənin İstanbul şəhər valisi Davud Gülün verdiyi açıqlamaya görə zəlzələ zamanı 17 nəfər yaralanıb. Onun sözlərinə görə 14 nəfər panikaya düşərək özlərini binadan ataraq xəsarət alıblar. Ölkə ərazisində oktyabrın 3-də 24 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Havanın temperaturu gecə 13-16, gündüz 19-24 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.